Salam əziz izləyicilər. Sizlərin hər birini Quba şəhərindən salamlayıram. Bugün sizlər üçün mənə görə bir yazıçının malik olmalı olduğu göstəricilər, intellekt barədə, biliyi barədə məlumat verməyə çalışacağam. Mənə görə bir yazıçı mütləq şəkildə bu göstəricilərə sahib olmalıdır. Birinci növbədə o yaşadığı cəmiyyətdə baş verən hadisələri, prosesləri, insanların düşüncələrini çox düzgün şəkildə təhlil və analiz qabiliyyətinə malik olmalıdır. İkinci növbədə həmin adamın, həmin yazıcı yaşadığı coğrafiyada son 100 ildə baş vermiş siyasi hadisələri yenə də müəyyən qədər təhlil və analiz qabiliyyətinə malik olmalıdır və onlar barədə bir 50% məlumatı olmalıdır. Üçüncüsü həmin yazıcının mütləq şəkildə ədəbiyyat, şeiriyyat biliyi olmalıdır. Çünki yazıçılıq ədəbiyyatın bir sahəsidir. Dördüncüsü onun yazıçılıqdırsa dünya ədəbiyyatından, dünya ədəbiyyatında yazılmış əsərlər barədə məlumatı olmalıdır. Beşincisi həmin şəxsin mütləq şəkildə tarix elmi barədə də biliyi olmalıdır. 50%, 60%. Çünki dünyanın tanınmış yazıçılarına nəzər yetirdikdə görürsünüz ki, hər biri tarix elmini müəyyən səviyyədə, mükəmməl səviyyədə bilirlər. Altıncısı, yəni yenə də bütün tanınmış yazıçılara nəzər yetirdikdə görürsünüz ki, din, ateizm mövzusuna müəyyən qədər daxil olurlar. Bu da mütləq şəkildə bir yazıcının malik olmalı xüsusiyyətlərdən biridir ki, bu da olmalıdır. Onların istər-istəməz bu mövzular barədə biliyi olmalıdır. Adi Dostoyevskinin Cinayət və Cəza əsərinə baxış keçirdikdə görürsünüz ki, İncildə hər hansısa bir bölmədən, paragrafdan da bir stat gətirir. Deməli, bu kitabı da bu mükəmməl şəkildə öyrənib. Yeddinci, mütləq şəkildə həmin şəxsin dünyada gedən proseslərdən də məlumatı olmalıdır. Dünyada baş verən, onları təhlil və analiz qabiliyyətinə malik olmalıdır. Bunlardan başqa da onun başqa elmlər üzrə, başqa sahələr üzrə də biliyi olsa, nə əla, nə gözəl. Bu da onun yazdığı əsərin daha gözəl olacağına dəlildir. Bu qədər, çox sağ olun.